Dostlar, bugünkü mövzumuz bioloji və mənəvi yaş olacaq. Bioloji yaşın zaten nə olduğunu biz qismi mənada da olsa bilirik, anlayırıq, idrak edirik. Bilirik ki, bizim bioloji yaşımız çox da uzatmasaq bir növ 3 aspektdən sintez oluna bilər. Yəni bizim uşaqlıq çağımız, bizim gənclik dönəmimiz və bir də qocalığa doğru addımladığımız həmin o müəyyən illər və biz öz ətrafımızda olan insanları da bu aspektdən qiymətləndiririk yaşına görə, bioloji yaşına görə. Bu yöndən qiymətləndirməmiz bizə doğru bir nəticə sunmur. Çünki görürük ki, müəyyən bir yaşa dolmuş insan var, amma o insan heç həyatın ilkel dönəmlərində qarşılaşdığı həyat hadisələrindən bir nəticə çıxara bilməyərək gənc nəslə də müəyyən bir tövsiyələrdə buluna bilmir. Bu da onun Həyat adlı universitetin imtahanlarından kəsildiyini bizə göstərir, bizə sunur. Və bir də görürük ki, bioloji yaşı çox az olan bir, məsələn 20'li yaşlarda, 25-30'lu yaşlarda olan bir şəxs elə bir sözlər ifadə edir ki, artıq insan anlayır ki, bu insan dərin bir fikri özündə ehtiva edir. Və burada artıq insan anlayır ki, yaşın bir önəmi yoxdur, yəni bioloji yaşın bir önəmi yoxdur. Əsas olan həyat təcrübələridir, əsas olan həyat təcrübələrindən, həyat sınaqlarından bizim çıxardığımız nəticədir. Və bu aspektdə artıq gəlir mənəvi yaş girir ortaya. Mənəvi yaşı biz ancaq necə sintez eləyə bilərik? İnsanın dərin baxışı ilə, insanın hadisəyə yanaşması ilə və yaxud da ki, insanın həmin həyat hadisələrindən nəticə çıxardaraq imtahanlardan keçməsi ilə. Biz bu həyatda travmalarla qarşılaşırıq, biz bu həyatda müəyyən çətin situasiyalara düşürük və həmin çətin situasiyalar Həyat adlı universitetin imtahan günləri sayılır. Bu imtahan günlərində biz necə imtahan verməyimiz çox önəmlidir ki, biz mənəvi bir pillə adlayaq. Mənəvi pillə adlamağımız bizə mənəvi yaşımızın bir yaş daha irəli adlamasına köməklik göstərir. Yəni bizim mənəvi yaşımız böyüyür. İnsan elə bir həyat hadisəsi yaşaya bilər ki, o bir gündə də böyüyə bilər. İnsan elə bir çətinlik, elə bir sıxıntı yaşaya bilər ki, o bir gündə 10 yaş, 20 yaş mənəvi cəhətdən böyüyə bilər. Təşəkkür edirəm hədiyyəyə görə. Və insan həmin o həyat hadisəsini yaşadığı an verdiyi ilkin reaksiya çox önəmlidir. Bu, onun imtahandan keçməməsini müəyyən edən, mənəvi cəhətdən böyüdüyünü və yaxud böyümədiyini müəyyən edən bir nüans sayılır. Məsələn, biz hal-hazırda dünyavi illüziyada bəzi həyat hadisələrini özümüzü həmin həyat hadisələrini izləyərkən müşahidə edək. Necə qiymətləndiririk? Misal üçün, 2 bioloji yaşı tutaq ki, 30-40'larda olan insan mübahisə edir və mübahisə edən tərəflərdən biri bizim dostumuzdur, rəfiqəmizdir və yaxud da ki, ailəmizin bir üzvüdür. Biz orada necə bir tərəf seçə bilərik? Biz öz yaxın bildiyimiz insanın mı tərəfini tutacaq, yoxsa digər şəxsin mi tərəfini tutacaq? Orada bir haqlı, haqsız baxış mı sunacaq? Əgər biz həyat hadisəsində baş verən bir situasiyada, bir konfliktdə və yaxud bir dialoqda bir tərəf tutmağa çalışırıqsa, bu o deməkdir ki, bizim bioloji yaşımız var, amma mənəvi yaşımız çox aşağılardadır. 1, 2, 3 civarlarındadır. Çünki mənəvi cəhətdən inkişaf edən insan heç vaxt bir tərəfi tutmağı seçmir. O, hadisələrə üstdən aşağı baxmağı seçir. Nədir üstdən aşağı baxmaq? Üstdən aşağı baxmaq Allah Subhanahu wa Ta'ala'nın fəlsəfəsi ilə dünyaya baxış sərgiləməkdir. Yəni, kamillik mi deyək, zaten o səviyyə insan çata bilmir, hər zaman addımlayır. İnsan o zirvələrdə olarkən, daha yuxarı levellərdə olarkən hadisələr də yuxarıdan aşağı baxır. Və yuxarıdan hadisələrə baxmağı dünya duallığını kənardan seyr etmək deməkdir. Və dünya duallığını seyr edən insan artıq bir tərəf seçmir. O hadisəni anlamağa çalışır.
və hadisədə iştirak edən insanların da xarakteri xüsusiyyətlərini, kimdə nəyin olmasını, kimdə nəyin olmamasını və yaxud da ki, kim niyə bu hadisəni müşahidə edir, niyə bu həyat hadisəsindən qarşılaşır aspektindən baxmağı seçir. Baxır və anlayır, baxır, anlayır və oradan dərs götürür. İnsan bir həyatında, yəni bir doğuluşundan ölüşünə kimi olan o həyat yolunda bütün təcrübələri keçə bilməz. Bu qeyri-mümkündür. Amma insan o zaman aqilləşir, insan o zaman arif, belə deyək, mənəvi səviyyəsinə çatır ki, həmin insan baxır və oradan bir dərs çıxardır. Özü təcrübə etməsə də, onun kimi insanların təcrübəsindən nəticə çıxardır. Bu, o deməkdir ki, düz bir həyat yolu var, hansı ki, doğum günündən ölüm gününə kimi getməli olduğumuz, yəni dünya duallığından çıxaraq ali həqiqətə yönələcəyimiz bir yol. Və o yolda müəyyən bir cığırlar var, kənara sapmalar var. Və o kənara sapmaları biz müşahidə edəndə görürük ki, oradan qayıdan insanlar var. Oradan qayıdan insanların üz cizgilərinə biz baxanda görəcəyik ki, orada bir təbəssüm var, orada bir ağrı var, orada bir stres var və yaxud da ki, bir narahatlıq var. Əksəriyyətinin cismində nə görəcəyik? Əksəriyyətinin cismində bizim görəcəyimiz o olacaq ki, onlar sadəcə başını aşağı salaraq qayıdılar. Yəni, kör peşman qayıdılar həmin cığırlardan. Niyə görə? Çünki orada onlara lazım olan xoşbəxtlik tapılmadı. Orada onları mutmain edəcək həyat hadisələri olmadı. Sadəcə bəzəkli yollardan ibarət idi. Sadəcə olaraq o yollar bəzədilmişdi. Hansı ki, o bəzəklər də bizim nəfsimizə xoş gəlirdi. Və bu aspektdən artıq insan həmin o cığırı, gördüyü cığırı artıq təcrübə etmək istəmir. Çünki o anlayır ki, buranı gedib gələn insan buradan məmnun deyil. Bu cığır onu xoşbəxt etmədi. Bax, bu insan şuurlu şəkildə yaşamağı seçən və şuurlu və yaxud şuursuz şəkildə təcrübələri seçib, onları təcrübə edən, bu insanlardan dərs çıxardan insandır. Belə insanın mənəvi yaş adlaması sürətli olur. Nəyə görə sürətli olur? Çünki o zaman itirmir. Zaman çox dəyərlidir, dostlar. Zaman itirməməyimiz və bizim o həqiqət yolunda hər gün addımlamağımız və digər nəfsani yollarda addımlayan insanların üzgün versiyasını biz özümüzə bir, belə deyək, doğru yolda olduğumuzu təsdiqləyən bir təsdiqləyici kimi özümüzə sunmağımız bizə yardımcı və köməkçi olur ki, biz bir daha əmin olaq ki, biz həqiqətən də doğru yolda addımlayırıq. Və yaxud da ki, dostlar, biz bunu başqa dünya illüziyası ilə sintez edə bilərik. Necə sintez edə bilərik? Təsəvvür edin ki, bioloji yaşı müəyyən orta yaşdan daha yuxarı insanlar var. Misal üçün 50, 60, 70. Yəni ömrünün qocalıq çağında da olan insanlar var. Təşəkkür edirəm hədiyyəyə görə. Bu insanların atdığı addımlara baxaq. Bu insanların dünyanı necə yığmaq istəməklərinə və yaxud sahib olmaqlarına baxaq. Bunlar bizdə bir emosional reaksiya doğurursa əgər, demək ki, həmin hadisə bizə güzgü tutur. Bizim içimizdə də dünyanı yığmaq istəyən bir tərəf var. Amma biz bu aspektdən yox da analiz aspektindən bu hadisəyə baxsaq, görərək ki, bu nəyə bənzəyir? Sanki təsəvvür edin ki, valideyn olanlar daha yaxşı bilir ki, uşaqları müəyyən bir bazar günlərində təsəvvür edin ki, bir oyun əyləncə mərkəzinə apardınız. Orada bilirsiniz ki, müəyyən saat civarında biz orada olacaq və oradan qayıdacaq. Və uşaq həmin o əyləncə mərkəzinə daxil olanda sevinir, coşur. Necə ki, orada olan o oyuncaqları oynamağı və onu artıq bir oyuncaqları oynamağını özünü o qədər qapdırır ki, elə bilir ki, evə qayıdanda bu oyuncaqları da özü ilə aparacaq. Və qapdıraraq özünü həmin o oyuncaqlarla oynayır. Hətta onunla yanaşı o bioloji yaşda olan uşaqlar da, yəni 5, 6, 7, 8 yaşında olan uşaqlar da eyni xarakteri xüsusiyyətləri özündə ehtiva edir. Amma anlamırlar ki, sadəcə müəyyən bir saat civarında buradadılar. Hətta gəlir bir uşaq digərinin əlindən oyuncağını alır, buna görə o biri kədərlənir, üzülür, dalaşır. Bir növ ona emosional təsir göstərir. İndi dünya həyatını da həmin o əyləncə mərkəzinə bənzədir. Zaten
Rəbb olan Allah bunu bizə bildirib öz dəyərli kitablarında ki, dünya həyatı sadəcə oyun əyləncədən ibarətdir. Yəni bundan açıq bir deyiş ola bilməz. Bizi və küllü kainatı var edən bunu bildirib bizə. İndi biz əgər bu dünyada özümüzü uşaq kimi aparırıqsa, demək ki, bizdə mənəvi yaş yoxdur. Bizdə sadəcə bioloji yaş var. Uşaq kimi aparmağımız nə deməkdir? Dünyanı əlimizdə saxlamaq, yığdıqca yığmaq, arzuladıqca arzulamaq. Çünki nəfsin arzuları bitməz və tükənməzdir. İnsan bunu anlamalıdır. Bir gün öləcəkmiş kimi yaşamırıq. Biz sanki əbədi burada var olacaq kimi tikirik, düzəldirik, əldə edirik və doymur nəfsimizdə. Bir ev, iki ev, üç ev, beş ev, bir maşın, iki maşın, üç maşın, beş maşın. Uşaqlıqda balaca maşınlarla oynadı, böyüyəndə böyük maşınlarla. Təşəkkür edirəm hədiyyəyə görə. Minnətdaram sizə. Bu aspektdən baxanda görürük ki, biz böyüməmişik. Bəs yaxşı, biz əgər mənəvi cəhətdən böyüsək, onda necə xarakteri xüsusiyyətləri özümüzdə ehtiva edərik? Biz sadəcə olaraq o oyuncaqlara həvəsimizin öldüyünü görərik. Biz görərik ki, biz daha istəmirik. Təşəkkür edirəm. Rəna xanım, minnətdaram. Baxın özünüzə bugün. Nəyi arzulayırsınız? Nəyi istəyirsiniz? Dünyanı mı istəyirsiniz? Dünya illüziyasını mı istəyirsiniz? Və yaxud da ki, dünya illüziyası dedikdə təkcə bizim dünyada cansız adlandırdıqlarımız deyil. İnsan da ola bilər. Bir insanı mı bağlısınız? Bir insanı mı sevirsiniz? Övladınızı mı çox sevirsiniz? Kimi çox sevirsiniz? Kimi gün ərzində zikr edirsiniz? Zikr etmək nədir? Gün ərzində onu xatırlamaq deməkdir. Siz əgər bugün bütün günü dünyanı əldə etmək, kiminsə rızasını qazanmaq üçün və yaxud da ki, nəfsinizi doyuzdurmaq üçün bir şeylər arzulayırsınızsa, bir şeylərin dalınca qaçırsınızsa, demək hələ uşaqsınız, hələ bioloji olaraq böyüməmisiniz. Və uşaq əyləncə mərkəzində, necə onun əlindən ki, digər uşaqlar tərəfindən o dünya illüziyası və yaxud oyuncaqlar alınırsa, sizin də əlinizdən ən çox bağlandıqlarınız alınacaq və siz onlarla sınağa çəkiləcəksiniz. Nəyə bağlanmışsınız? Pula mı bağlanmışsınız? Pul əlinizdən alınacaq. Və yaxud da ki, bir partnyora mı bağlanmışsınız? Əks cinsə mi bağlanmışsınız? O sizin əlinizdən alınacaq və siz onsuz bir ağrı çəkəcəksiniz. Emosional bədəniniz ağrıyacaq. Təkcə bir fiziki bədəndən ibarət deyilsə, sizin bir emosional bədəniniz də var. Və o qədər həmin şəxsə emosional bədən cəhətdən bağlısınız ki, o sizdən alınanda ağrı çəkəcəksiniz, incinəcəksiniz, fəryad qopardacaqsınız. Bu bir itki də ola bilər. Amma insan anlayanda ki, onun mənəvi cəhətdən böyüməsi üçün həmin o illüziya onun əlindən alınmalı idi. Bu çox vacibdir. Çünki hər bir bağlılığımız bir zəncirdir bizim ayağımızı dünyaya bağlayan. Əgər sən bugün azad olmaq istəyirsənsə, əgər sən bugün rahat şəkildə nəfəs almaq istəyirsənsə, sən bütün zəncirlərdən qopmalısan. Necə olar insan azad şəkildə bir nəfəs alsın? O illüziyadan qopsa, bütün zəncirlərdən, bütün aludəçiliklərindən, bütün arzularından arınsa əgər o zaman o azad olacaq. Heç nə arzulamadan, rahatlıq içində, huzur içində, emosional dolu bir həyat sürəcək. O illüziyanı arzulamayacaq və arzulamadığına görə də ona veriləcək. İndi deyirsiniz ki, məsələn, necə verilə bilər? Axı, mən arzulamıram. Çox rahat verilə bilər sizə. Məsələn, təsəvvür edin ki, uşaq vaxtı siz də getmək istəyirsiniz əyləncə mərkəzinə. İstəyirsiniz ki, ora gedim, oynayım və yaxud mənə hədiyyə alsınlar, oyuncaq alsınlar, velosiped alsınlar, maşın, kukla alsınlar və yaxud da ki, bu kimi aspektlər. Bugün sizin imkanınız var. Bugün siz maddi cəhətdən müəyyən qədər, yəni o əyləncə mərkəzinə getməyə sizin imkanınız çatır. Orada əylənməyə də imkanınız çatır. Amma siz getmək istəyirsinizmi? Yox. Çünki sizə maraqsızdır. Niyə görə maraqsızdır? Ona görə ki, siz böyüdünüz. Ona görə ki, siz bioloji cəhətdən böyüdünüz. Necə ki, bioloji cəhətdən böyüyərək o istəklərdən arına bilirsiniz, eləcə də digər o cansız kuklanın canlı versiyasını istəməkdən də arına bilərsən. Və arındığın anda o sənə veriləcək zaten. Məsələ odur ki, sən onlardan vaz keçə biləsən. Vaz keçmək o demək deyil ki, mən istəyirəm, amma özümə qadağa qoyuram. Yox, bu demək deyil. Vaz keçmək o deməkdir ki, mən həqiqətən də bunu emosional cəhətdən istəmirəm.
Həqiqətən də içimdə həmin illüziyaya bir bağlılıq yoxdur. Həqiqətən də mən onu ikinci plana ata bilirəm. Yəni ikinci plana atmaq nə deməkdir? Sənin La ilahə illallahın mahiyyətinə varmağın deməkdir. Birinci planda sən əsl sevgini qoyursan. Dünya həyatında görürük ki, cavan bir oğlan bir qızı sevir. Təşəkkür edirəm hədiyyə görə. O qızı sevəndə o bütün dünyanı unudur və yaxud qız bir oğlanı sevir. Bütün dünyanı unudur, istəmir heç nəyi, heç kimi istəmir və hətta o anda zamanın nisbi olduğunu da anlayır. Onun üçün zaman tez axır. İndi sən Allahı sevsən, Allahı bağlansan, hər an onu xatırlasan və külli kainatı var edənlə öz aranı düzəltsən, nələr baş verə bilər səncə? Hansı yeniliklərlə, hansı gözəlliklərlə, hansı hədiyyələrlə sən hədiyyələnə bilərsən? Buna varanda biz görürük ki, dünya illüziyasını var edən Allah, məni var edən Allah, əyləncə mərkəzini var edən Allah, maşını, evi, bütün külli kainatı, gördüklərimizi və görmədiklərimizi yaradan odur. Və biz onunla aramızı düzəltsək, amma burada dünyanı əldə etmək üçün düzəlişdən getmir söhbət. Burada həqiqi sevgidən gedir. Həqiqi sevgi nədir? Həqiqi sevgi odur ki, sən oynadın oyuncaqlarla əyləncə mərkəzində, amma gördün ki, bu oyuncaqların sənə bəxş etdiyi o enerji, o həyəcan keçicidir. Çürüdü o enerji. Bitdi o enerji. Sən xoşbəxt olmadın. Sən daha yenisini arzuladın, onu da əldə etdin. Amma sən doymadın. Daha yenisini arzuladın, onu da əldə etdin. Yenə doymadın. Və bir müddət görsən ki, axı bunlar qalıcı deyil. Qalıcı olmadığına görə də sən artıq Allaha yönəlirsən. Allaha yönəlməyin, onunla bir bağ qurmağın və o bağdan sənə sevginin axmağı və o bütün dünya illüziyasını sənin ayağının altına sərməyi, səni hər an xoşbəxt edəcək hadisələri sənin ətrafında dizayn etməyi nə zaman olacaq? Sən həqiqi sevgi onu sübut etdikdən sonra, sən mənəvi kamilləşdikdən sonra, mənəvi yetkinliyə çata bilərsən. Mənəvi yetkinlik nədir? Mənəvi yetkinlik bioloji orta çağa bənzəyir sanki. Mənəvi yetkinlik dostlar ondan ibarətdir ki, səndə yeni emosiya var, amma sən emosiyanın içində deyilsən, sən emosiya buludunun içində deyilsən. Sən emosiyanı müşahidə edən bir müşahidəçisən. Sən görürsən ki, hə, məndə dünya istəyinə, dünya illüziyasına qarşı bir istək oldu. Amma mən burada seçim edən bir varlıq oldum. Nəyə görə mən seçim edən bir varlıq olduğumu xatırladım. Ona görə ki, mən həmin istək gələndə ani reaksiya vermədim. Mən özümü müşahidə etdim. Və mənim özümü müşahidə etməyim, mənim bu hissi hiss etdiyim anda özümə kənardan baxmağım, bu o deməkdir ki, mən emosional yetkinlik fazasına düşdüm, mən mənəvi yetkinliyə çata bilmişəm deməkdir. Mən arzumu müşahidə edirəm. Arzumun mənə verdiyi hissi də müşahidə edirəm. Arzumu əldə etdiyim anda yaşayacağım hissi də görürəm. Və görməyim və o hissin buluduna qapılaraq müəyyən bir sevinc içərisində müəyyən bir hərəkətləri, sözləri ifadə etməyi seçməyim və yaxud etməməyi seçməyim artıq mənim iqtidarımda olduğunu mən anlayıram. Amma sən artıq mənəvi cəhətdən kamilliyə çatanda nə baş verə bilər? Mənəvi cəhətdən kamilliyə çatanda səndə emosional dalğalanma ümumiyyətlə olmur. Sənin arzuların və istəklərin dəyişir. Bugün sən arzuluyursan nəyi? Bugün arzuluyursan sən dünya həyatını. Bugün çabalıyırsan sən dünya həyatı üçün. Amma mənəvi cəhətdən böyüdükcə arzuların dəyişir, fikirlərin dəyişir, emosiyaların dəyişir, baxışın dəyişir. Bütün bu dəyişikliklər sənə dünya həyatında olan insanların sadəcə olaraq məktəbdə imtahandan kəsilərək sinifdə qalan uşaqlara bənzədəcəksən sən onları. Və görəcəksən ki, hərəsi bir yaşda ilişib qalıb, hərəsi bir travmada ilişib qalıb. Bu o demək deyil ki, sən burada bir üstünlük taslayacaqsan. Bu o demək deyil ki, sən həmin insanlara yuxarıdan aşağı baxacaqsan. Yox. Əgər bunu edirsənsə, sən hələ də nəfsin ağuşunda qalmısan. Mənəvi cəhətdən sənin böyüməyin, nəfsinin özünü ruhun xidmətinə verməyi deməkdir başqa bir yanaşma ilə.
Nədir ruhun xidmətini verməyi? Dəcəl bir uşaq hər şeyi istəyir, vurur, dağıdır. Yəni bədən adlı maşının sükanın arxasındadır. Düz yolla getməlidir, amma gedə bilmir. Axı o uşaqdır, axı o maşını sürə bilmir. O özünü sağa sola çırpır. Emosional olaraq zədələnir bədənimiz. Emosional bədənimiz zədələnir. Mental bədənimiz zədələnir. Düşüncələrimiz zədələnir. Buna görə də bir müddət sonra anlayır ki, mən maşını sürə bilmirəm. Sükanın arxasına keçməlidir mənim müəllimim. Mən tabe olmalıyam ruha. Və içimizdə bizə üfürülən ruh artıq bu müşahidəçi olan, nəfsi müşahidə edən ruh görür ki, nəfs onun tabeliyinə keçmək istəyir. Bu zaman sükanın arxasından nəfs durur, keçir yan belə deyək, sideniyada əyləşir və biz bütün bədənimizin idarəsini veririk ruha, kamil ruha veririk. Bu zaman nəfs öyrənməyi seçir. Nəfslə mübarizə aparmaq lazım deyil, nəfsi öldürmək lazım deyil. İstəsəz də bunu edə bilməyəcəksiniz. Nəfsi sadəcə tərbiyə etmək lazımdır ki, biz mənəvi cəhətdən böyüyək. Biz mənəvi cəhətdən böyüdüyümüzdə nəfs oturur kənarda və dinləyir ruhu. Ruhu dinləyir və görür ki, artıq bədən adlı emosional, mental, enerjisel zədələnən bədən başlayır yavaş-yavaş bərpa olmağa. Bərpa olduğuna görə də nəfsin inciklikləri keçir. Nəfsin zədələnməsi sağalır. Nəfs sarınır. Hansı ki, o özünü zədələmişdi. O bədəni zədələmişdi və o maşın təmir olunur. Və artıq sabit şəkildə o yolda addımlayır. Və görür ki, artıq onun istəkləri dəyişdi. Nəfsin istəklərinin dəyişməsi nədir? İllüziyanı arzulamamaq deməkdir. Və bir müddət sonra o sakitliyi tapır. O sadəcə dinləmək mövqeyinə keçir nəfs. Bu nəfsin 4-cü mərtəbəsidir, dostlar. 4-cü mərtəbəsi aramlıq tapan nəfs mərtəbəsidir. Nəfs aramlıq tapdı. Aramlıq tapdığına görə də sizin bir müddət emosional travmalarınız ola bilər qalsın. Amma onlar sizə ağrı verməyəcək. Siz sadəcə onları xatırlayacaqsınız. Xatırladıqda özünüzü müşahidə edərək görəcəksiniz ki, xatırladığım məndə əvvəlki təsiri yaratmadı. Çünki mən böyüdüm mənəvi cəhətdə. Mən inkişaf elədim. Niyə inkişaf elədim? Çünki mən ruhani yolu seçdim. Ruhun yolunu seçdim. Yoxsa mən özümü zədələyirdim. Bugün əgər biz həqiqətən də həmin o A nöqtəsindən B nöqtəsinə gedəcəyimiz yolu, yəni doğum günündən ölüm gününə kimi addımlayacağımız yolu əgər seçsək, yəni o geniş yolda addımlamağı seçsək, sağa sola sapmaları etməsək, biz zədələnməyəcəyik, biz emosional olaraq tam olacaq. Bizim nəfsimiz Rəbb olan Allahın ondan razı qaldığı, onun da ondan razı qaldığı bir məqama ulaşacaq. Bu zaman artıq siz görüşəcəksiniz ki, həm bu surətdə siz onu görə biləcəksiniz, həm onun sizə verdiyi o həzləri tam şəkildə dada biləcəksiniz, onun feyzini yaşaya biləcəksiniz. Və çönəcəksiniz həyatınızın bir dönəmində arxaya baxacaqsınız, hansı ki, bioloji olaraq böyük də mənəvi olaraq kiçik olduğunuz yaşa. Görəcəksiniz ki, həmin o yaşda mən nə səhvləri etdim və bu səhvləri etməyim də doğru bir addım idi. Çünki mən bu səhvləri etməsəydim, mən qaranlıqlara düşməsəydim, mən o qaranlıq otaqlarda olan qorxularla üzləşməsəydim, mümkün deyildi ki, mən bugünkü mənə verilən o feyzin həqiqi feyz olduğunu anlayım və onu yaşayım. Çünki qaranlıq həyatımızın bu dönəmində mütləq vacibdir. Niyə görə vacibdir? Sən xoşbəxtliyin nə olduğunu anlamaq üçün sən bədbəxtliyi təcrübə etməlisən. Sən yaxşının yaxşı olduğunu anlayıb o tərəfi seçməyin üçün sən pisi görməlisən və yaxud pis obrazı oynamalısan. Bu çox vacibdir. Sən görə bilməsən oynayacaqsan o obrazı. Nə deməkdir görə bilməsən oynayacaqsan? Canlının əvvəlində qeyd etdiyim kimi, o kənar yollardan bizə doğru addımlayan insanlar ki var, üzgün, pis rolu oynayan, pisi təcrübə etməyi seçən,
Bax, o insanlar, biz əgər onların o yolda əldə etdiyi təcrübələri anlamasaq, bilməsək və yaxud onları qınasaq ki, bunu edib doğru etməyib və yaxud da ki, niyə görə bu addımı atdı? Qınamaq babından sən əgər onlara yaxınlaşsan, həyat səni o yola salacaq. Həyat səni o yola salacaq və sən o təcrübəni keçəcəksən. Ona görə qınamağı bir anlıq dayandır. Bir anlıq yox, təkcə bir anlıqdan getmir söhbət. Sən həmişəlik dayandırmalısan ki, ömrünü hədər etməyəsən bir də qınadığın insanın həyatını yaşayaraq. Qınamağı dayandıracaqsan, sadəcə olaraq dərs götürməyi seçəcəksən. Dərs götürməyi seçdiyinə görə də sən o yolda vaxt itirməyəcəksən. Vaxt itirmədiyinə görə də hətta bir müddət sonra sən vaxt itirmək üzrə olan insanlara da vaxt itirməli olmadıqlarını xatırladacaqsan. Əslində burada xatırladan sən olmayacaqsan, xatırladan o olacaq. Sən sadəcə xatırladıcı bir vasitə olacaqsan. Bunu da sən özündən bilib və görməməlisən ki, daha yeni yola doğru qədəm qoyasan, daha da irəli addımlayasan. Yoxsa addımlamağı bir anlıq dayandırarlar sənin.